Çoxlarınızın problemi quruma. Nədən olur? Bu haqqda danışacağam. Birinci yemlənmədən ibarətdir. Yemlənmə nədir? Siz kənd 1-in üstünə gətirib buğdanı qatanda, arpanı qatıranda bu böyütmə yemi olmur. Burada səhvliyiniz var yemlənmədə. Sularını düzgün şəkildə vermisiniz və susuz qalırlar. Susuz olduğu zaman isə düzələrdə quruma baş verir və gigiyenik qaydalar isə suyun çirkli olması, yerin çirkli olması bu cür problemlər gətirib qurumaya çıxarda bilir. Əsasən də yemlənmədə, çünki metabolizma düzgün şəkildə paylana bilmir, olmur və bunun sayəsində quruma baş verir. Əgər düzələrinizin qurumasını istəmirsinizsə, onda mənə müraciət edə bilərsiniz. 050 891 35 35 nömrəsi ilə əlaqə saxlayın.